Bax uşaqlar, need modal feilini bayaq izah elədim. Arxasında testlər yazdıqca görək necə başa düşür. Əsas testlər üzərində başa düşmək lazımdır. Birincisi düzdürmü, səhvdirmi baxırıq. Birincisi əlbəttə ki, səhvdir. Ona görə səhvdir ki, modal feildən sonra feilin birinci forması gəlir. Spend, bu spend-dır. Spend. Ona görə də birincisi səhvdir. Yəni biz burada yazmalıydıq spend olsaydı düz olardı. Sırf d hərfinə görə testimiz səhv getdi. İkincisi, we need to borrow so much money. Çox pul borcalmağımıza ehtiyacımız var. Bu burada nədir? Əsas feildir. Harda bildim əsas feildir? Şərt feil yan yana gəlib və orada ikinci feil pulu birləşib. Demək bu əsas feildir və bizdən də korrekt variantı tapın deyir deyə doğrudur. Amma əsas feil olaraq doğrudur. İndi gəlib bax üçüncüsünə. Hər kəs baxsa üçüncüsündə. My student need to translate text well. Tərcümə düz gəlir. Gedişatı var. Mənim şagirdimin teksti yaxşı tərcümə etməsə ehtiyacı vardı. Tərcümə budur. Amma studentin sonunda s yoxdur. Student teksti ya idi ya da şidir. Bu need'in sonunda s olmalı, seçi düz olsun. Yəni nə əsasdan əsasda bu, nə də modaldan modaldır. Əgər modal olsaydı, qulaq asırsınız. Modal olsaydı belə olacaqdı. Need translate text. Əgər əsasdırsa, needs to translate olmalıydı. Ona görə üçüncüsü səhvdir. Dördüncüsü, Ömər has packed all things. Burada sırf tərcümə ilə geçmişik. Deyir ki, Ömər bütün əşyalarını yığıb, qablaşdırıb, paketləyib, yığıb. Onun he need worry, narahat olmağa ehtiyacı yoxdur. Yəni yığıb da hər şeyini. Niyə narahat olsun ki? He need worry, he needn't worry olmalıydı. Yəni need worry olub deyə səhvdir. Tərcümə düz gəlmir. Niyə narahat olsun ki? Narahat olmasına gərək yoxdur. Davam edirəm dördüncüsündə. Diqqətiniz burada olsun, bilirəm, həyəcanlısınız beşincisi. Deyir ki, he needs some money to rent a car. Maşın kirayə eləmək üçün biraz pula ehtiyacı var. Deməli bu burada əsas feildir. Modal feil deyil. Niyə? Həm tək işlənib, həm də üçün içərisindəki s qəbul edibdir. Eyni zamanda mürəkkəb tamamlıq düsturuna gelir. Feil, T1, T2 düsturu var burada. Mürəkkəb tamamlıqsa geçmişdim. Feil, T1, T2 düsturu var. Mürəkkəb tamamlığın tərkibindədir. O mürəkkəb tamamlıq bir yana qalsa, deməli düzdür. Burada problem yoxdur. Çünki əsas feildə sonunda s var, 5 düzdür. Davam edirəm 6-cısına. Faik needs to apologize. Tərcümə edirəm. Faikin üzr istəməyə ehtiyacı varsa, deyir ki, bu onun günahı deyil axı. Onun günahı deyilsə, bu yazıq uşaq niyə üzr istəsin? Onun günahı deyil da. Deməli faik doesn't need olmalıydı. Faikin ehtiyacı yoxdur, doesn't need. Doesn't need to apologize. Üzr istəməyə ehtiyacı yoxdur, çünki bu onun günahı deyil. Yəni tərcümə düz gəlmiş. Ona görə 6 səhv. 7. My students needn't wear a uniform at school. Gedişat çox doğrudur. Modal feildir. Needn't üstə gələk verb 1. Modal feildir. Needn't wear. Modal feildir də. Modal feildə özünə sonra verb 1 gəlibdir. Amma tərcümə səhvdir. Mənim şagirdlərimin məktəbdə uniforma geyinmələrinə ehtiyac yoxdur deyə bilmirik. Sizin hamınızın ehtiyacınız var da, düz deyil. Deməli mən burada mənim şagirdlərimin ehtiyacı yoxdur deyə bilmərəm. Elə qəşəng də var. Olmalıydı need deyə. Ona görə 7 səhvdir. Ümumiyyətlə tək mənim yox. Bütün dünyada demək olar ki, məktəbli şagirdlərin 99,9% forma geyinməlidir. Və 8-incisi geyinir daha doğrusu. They don't need a dictionary to translate. Hər kəs baxsın bura. Deməli 8-də nə var? 8-də nə var? 8-də don't need varsa, deməli bu nədir? Əsas feildir. Modal olsaydı needn't olardı. Amma bu əsasdır. Don't need vermişəm. Don't need cümlədə tək işlənibdir. Deyir ki, tərcümə eləməyin lüğətə ehtiyacları yoxdur. Səhv yoxdur ki, burada 8 düzdür da. Yenə burada T1, T2 düsturu feil, T1, T2 düsturu var. Yəni feili bu tərəfə də keçirdib yaza bilirik. Problem deyil. Və 9-uncusu. I didn't need a plan for my vacation. Need I? Bax, burada artıq qatıqlamışıq. Deməli burada nə var? Burada nə var? Baxın. Didn't need burada nədir? Əsas feil. Düzdürmü? Əsas feili keçmiş zamana vermişəm. Tətilim üçün plana ehtiyacım yox idi. İndi burada vergüldən sonraki tərəfdə hansı köməkçi vasitədirsə, o köməkçi vasitəni qoymalısan. Did I deyə. Axı bu need burada modal deyil ki, əsasdır. Əgər olsaydı I needn't plan. Burada plan feil olacaqdı. Mənim planlamağa ehtiyacım yoxdur tətil üçün. On my vacation olsaydı. Burada forla yox, onla yazsaq daha doğru olar. On my vacation məsələn. Bax burada needn't plan, on my vacation desəydim, hər kəs baxsın. Baxın. Belə desəydim, onda burada bu tərəfdə need I doğru olardı. Çünki bu olacaqdı modal feil. Amma yuxarıdakı modal feil deyil, əsas feildir. Didn't-dan cəmkən o tərəfdə did I olacaq, need I yox. Ona görə 9 səhvdir. Cavab 2, 5, 8. 2, 5, 8 deyənlərimiz var. Baxa, 2, 5, 8. Success is 1% luck, 2% talent, 20% being a team player, and 77% never giving up. Be honorable.